İki sayılı Bakı Baza Tip Kollecidir və qarşısında Araz Market və Bravo Marketdir. Baxın, gördüyünüz bu küçədə, Şərifzadə küçəsində 2 mərtəbəli super təmirli, tam yol kənarı həyət evini sizlərə təqdim edəcəyik. Həqiqətən də çox gözəl, investisiya üçün tam yararlı bir evdir. Daxil olacaq, evlə yaxından sizi tanış edəcəyik. Salam dəyərli izləyicilərimiz, əziz kanalımızın abunəçiləri. Bugün sizə Şərifzadə küçəsində tam yolun kənarında, baxın, birbaşa qapıdan yolun kənarından daxil olursunuz. 2 mərtəbəli və yüksək keyfiyyətlə inşa edilmiş bir həyət evini sizə təqdim edəcəyim. Hal-hazırda həyət evimizin giriş qapısından daxil olduq. Bu şəkildə həyət hissəsi var. Baxın, bu şəkildədir. Çox keyfiyyətli materiallar əsasında təmir edilmişdir. Burada bir mətbəx hissəsi var. Burada bir əlavə mətbəx hissəsi var. Mənzilin daxilində isə hər mərtəbədə özünə aid mətbəx hissəsi var. 2 yataq otağı birinci mərtəbədə və bir mətbəx birinci mərtəbədədir. 3 yataq otağı və sanitar qovşağı ikinci mərtəbədə. Hər mərtəbənin də sanitar qovşağı var. Üstəlik mənzilin aşağı zirzəmisində çox geniş bir sauna hissəsi var. Onu da sizlərə təqdim edəcəm. İlk öncə həyətyanı sahəni sizlərə təqdim edək. Baxın, burada bir sanitar qovşağı yerləşir. Bu şəkildədir. Burada baxın, isitmə sistemləri burada yerləşir. Əlavə olaraq mənzilin, yəni evin tam altında qazanxana sistemi var. Mənzilin bütün istilik sistemləri oradan təchiz olunur. Bu kombi isə bu hissəni baxın əhatədir. Belə bir mətbəx hissəsi də var. Həyətyanı sahəsində baxın bu şəkildədir. Çox gözəl zövqlə təmir olunub. Baxın, bu şəkildə heç evdə daxil olmayacaqsınız. Əlavə olaraq qapılarımız da baxın, giriş qapının üzəri də pəncərə ilə bağlanır. Buranın sadəcə bir ev kimi, yəni istifadə edirlər. Belə bir soba da yerləşdiriblər bu şəkildə. İndi daxil olacağıq evimizin daxilinə. Evdən də yaxından sizi tanış edəcəyik. Giriş qapıdan daxil oluruq evimizin daxilinə. 2 mərtəbədən ibarətdir. Giriş qapıdan daxil olan kimi, baxın, bu giriş qapıda daxil olduq. Sol hissədə bir sanitar qovşağı yerləşir. Pilləkənlə ikinci mərtəbəyə qalxırıq. Orada da bir qardırob hissəsi yerləşir. Birinci mərtəbədə proyekt necədirsə, ikinci mərtəbədə də proyekt o şəkildədir. Biraz əlavə artırmalar var. Təmir ideal vəziyyətdədir. Yəni çox bahalı və keyfiyyətli inşaat materiallarından inşa olunmuş şəxsi istifadə üçün bir evdir dəyərli izləyicilərimiz. Şərifzadə küçəsində yol kənarı həyət evi sizlərə təqdim edirik. Bura birinci mərtəbədəki oturma otağıdır. Baxın, bu şəkildədir. Çox geniş bir proyektə malikdir. Alan şəxs yaşamaq üçün də ala bilər və yaxud da bağça edə bilər. Yol kənarıdır. Söküb yerində obyekt tikə bilər. Yəni hər bir plana uyğundur. Qapılara baxın, çox keyfiyyətli bir qapılardır həqiqətən də. Baxın. Burada bir yataq otağı yerləşir. Həqiqətən də yaşamaq üçün ideal bir evdir. Birinci yataq otağıdır. Bu şəkildədir. Burada mətbəx hissə yerləşir. Hal-hazırda burada paltaryonu qoşublar. Mətbəx hissəni göstərir. Ümumilikdə 3 mətbəx var evdə. Biri həyətdə yay-qış mətbəxi. İkisi isə mənzilin daxilindədir. Evin daxilində. İkinci mərtəbəyə qalxırıq buradan. Buranın işıqları yanmır. Baxın, ikinci mərtəbəyə qalxdıq. Burada ikinci mərtəbənin mətbəx hissəsi və foye hissəsidir. Baxın, bu şəkildədir. Ev 27-24 kamera mühafizəsi ilə mühafizə olunur. Bir sanitar qovşağı da burada yerləşir. Buradan daxil oluruq ikinci mərtəbə. İkinci mərtəbədə ayrı-ayrılıqda bir oturma otağı yerləşir. Baxın, bu şəkildədir. Həqiqətən də çox gözəl bir evdir. Təmirində çox pahalı və keyfiyyətli materiallardan istifadə olunub. Burada bir yataq otağıdır. Baxın, bu şəkildə. Burada isə ikinci mərtəbədəki ikinci yataq otağıdır. Baxın, bu şəkildə. Heç bu otaqlarda yaşayış yoxdur. Döşəməsi tarketdir. Bahalı və keyfiyyətli inşaat materiallarından istifadə olunur. Sanitar qovşağını göstərdim. İstilik sistemi fərdi olaraq kombi istilik sistemidir, dəyərli izləyicilərimiz. Buradan isə mənzilin alt hissəsinə daxil oluruq. Burada belə qardırob hissələr yerləşdirilib. Bu hissədə isə çamaşırxana, hamam və sauna hissələri yerləşir. Baxın, bu şəkildədir.
fərdi yaşayış üçün tikilmiş ən gözəl proyektlərdən biridir. Çox genişdir. Baxın, buradan sizə göstərim. Baxın, burada bir sanitar qovşağı var. Burada qazanxana hissəsidir. Baxın, isitmə burada yerləşdirilir. Bütün xəttlər hamısı buradan. Baxın, görürsünüz necə tikilib. Mənzilin sahibi inşaat işi ilə məşğuldur. Həm də onun üçün də bu sahədə kifayət qədər bacarığı var. Burada belə bir çamaşırxana hissəsidir. Burada isə hamam və sauna hissəsidir. Baxın, dəyərli izləyicilərimiz, görürsünüz. Baxın, bu şəkildədir aşağı hissədə. Burada jacuzzi hissələridir. Baxın, bu şəkildədir. Buradan daxil oluruq. Burada da əlavə olaraq bir sanitar qovşağı və camaşırxana hissəsi var. Kifayət qədər geniş sahəyə malikdir. Təmir də göz qabağındadır. Orada əlavə olaraq bir mətbəx hissəsi də yerləşdirilib. Baxın, bu şəkildədir dəyərli izləyicilərimiz. Bütün elektrik asarları burada yerləşdirilmişdir.